11 dekabr tarixi BMT-nin Baş Assambleyasının qərarı ilə 2003-cü ildən etibarən hər il Beynəlxalq Dağlar Günü kimi qeyd olunur. Dağlar planetimizin ən həssas və eyni zamanda ən qiymətli ekosistemlərindən biridir. Bu günün əsas məqsədi dağ ekosistemlərinin qorunmasının strateji əhəmiyyətini vurğulamaq, onların ekoloji, iqtisadi və mədəni roluna dair ictimai məlumatlılığı artırmaqdır. Bu il Beynəlxalq Dağlar Günü buzlaqlar dağlarda və ondan kənarda su, qida və dolanışıq üçün həyata əhəmiyyət daşıyır mövzusuna həsr olunub. Bu mövzu dağlıq ərazilərin qlobal şirin su ehtiyatlarının əsas mənbəyi olduğunu xatırladır və buzlaqların sürətlə əriməsinin qarşısını almaq üçün təcili tədbirlərə çağırır. Qeyd edək ki, UNESCO və Ümumdünya Meteorologiya Təşkilatı 2025-ci ili beynəlxalq buzlaqların mühafizəsi ilə elan edib. Bu təşəbbüs buzlaqların qar örtüyünün və daimi buzun iqlim sistemini və hidroloji dövr üçün kritik rolunu diqqət çəkməyi, həmçinin onların itməsi ilə bağlı sosial, iqtisadi və ekoloji risklər barədə qlobal məlumatlılığı artırmağa hədəfləyir. Dağları qorumaq, suyu, həyatı və gələcəyi qorumaq deməkdir. Dilbəri Vüqar qızı, Bölgə TV.